Mən tamaşaçılara onu da qeyd edeyim ki, az öncə qeyd etdim ki, qonağımızın biri də əslən həkimdir, əslində Minə xanım qonağımızdır. Niyə Minə xanımı da dəvət etmişik və əslində onu Hamdi bəy özü ilə birlikdə gələndə studiyaya gətirib. Çünki belə bir problem Minə xanımda da var idi və Hamdi bəy bizim proqramımız vasitəsilə görəndən sonra müraciət edib və elə istəyirəm ki, Hamdi bəy özü də qeyd etsin ki, məsəl üçün əməliyyat keçirmisiniz, kimyaterapiyadan sonra da özü də buradadır. Yəni hansı əməliyyat həyata keçirildi, necə müəyyən olundu, burada hardasa Minə xanım necə müraciət etdi ki, sizə məsələn belə bir problemim var, buna risk eləyirəm, mən gəlmişəm, heç nədən çəkinmirəm. İstəyirəm biraz danışaq ondan. Bunu Minə Hanım kendisi de şimdi danışabilir ama ben kısaca şöyle özetleyeyim. Minə Hanım memesinde bir berklik olarak gelmişti. Sonra biz burada bu tür hastalara biyopsi yapıyoruz. İğne biyopsisi. Hemen 10-15 dakika içerisinde bir Uzi'nin yardımıyla, kömeğiyle hemen bir biyopsi yapıyoruz. Ben o biyopsi parçasını İstanbul'a götürdüm. Diagnoz İstanbul'da patoloji analiziyle kondu. Daha sonra kendilerini İstanbul'a davet ettim. İstanbul'da ameliyatını oldu. 2 gün hastanede yattı, 2 gün. Ondan sonra 2 günde biz onu İstanbul'da misafir ettik, konak ettik otelde. Toplam 4-5 gün içerisinde cerrahi bütün problemleri bitti ve biz onu Bakü'ye gerisin geri yolcu ettik. Döndükten sonra da burada Doktor Azer Bey var, emektaşımız, medikal onkolog. Doktor Azer Bey benim hastalarımı burada merkezi klinikada takip ediyor. Ona yönlendirdim. Daha sonraki tedavileri burada bizim emektaşlarımız tarafından yapılıyor. Şu anda kemoterapisini görüyor. Ben Minə Hanım'a özellikle teşekkür etmek istiyorum. Çünkü hastaların büyük bir kısmı herçenk olduğunu söylüyorsunuz mesela. Benim saçım mı dökülecek diyor. Yani şimdi herçenk kadar tehlikeli ve kötü bir durum. Benim saçım. Halbuki Minə Hanım her şeye rağmen işine gidiyor, çalışıyor, dışarı çıkıyor. Ben saç dökülmesinin çok geçici bir şey olduğunu hep söylüyorum. Bundan çekinmemeleri gerektiğini. Çok da güzel oluyor. Yani başını kapatıyorlar. Kimisi kısacık saçları ve saçlar sonra çok daha da güzel çıkıyor. Dolayısıyla ben kendisine de çok teşekkür ediyorum. Beni kırmadı, geldi ve televizyona çıktığı için. Ben de teşekkür ederim Hamdi Bey size. Çok sağ olun. Ben bilmək istəyirəm ki, Minə xanım, siz əvvəllər özünüzü necə hiss edirdiniz və əməliyyatdan sonra özünüzü necə hiss edirsiniz? Əvvəllər məndə 5-6 ay öncə oldu. Özüm əllə müayinədə bərkimə hiss etdim. Həkimə müraciət. Təsadüfən Hamdi bəylə tanış oldum. Müayinə etdi. Bunun müayinəsi çox mənim uğurlu keçdi müayinəsi və əməliyyat oldum. Əməliyyatım da çox uğurlu keçdi. Bütün həkim heyətinə öz minnətdarlığımı bildirirəm. Bizi çox gözəl qarşıladılar. Çox gözəl nəticəsi uğurlu oldu əməliyyatımın. İndi də özümü şükür Allaha yaxşı hiss edirəm. Bəzən olur ki, insanlar müəyyən olanda ki, onda hər hansı bir bədxassəli xərçəng var və s. və axır fərqi yoxdur. İstər süd vəzində olsun, istər digər yerlərdə olsun. İnsanlarda qəribə bir depressiya əmələ gəlir, bir xəyal qırıqlığına uğrayırlar. Bilmirlər, neynəsinlər. Qarşıda onu hələ bir çox əməliyyatlar gözləyir və ondan sonra kimyaterapiya və bundan sonraki proses hansı ki, insanda saç dökülür, ümumiyyətlə üz nahiyəsində qaşlar, kipriklər və s. Yəni tədricən tökülür, baxmayaraq ki, sonra da öz yerinə gəlir. İnsanlar qəribə bir kompleks yaranır insanda. Bundan narahat olur, cəmiyyət içərisindən çıxa bilməyəcək, işə gedə bilməyəcək, qohum-əqrəbə içərisində. Sizdə var idimi belə bir kompleks? Özünüzü necə hiss edirdiniz? Məndə yox. Mən özüm həkim olduğum üçün bilirdim ki, bunun müalicəsi var. Və saçın tökülməyi əlbəttə önəmli deyil. Əsas canlı sağlığıdır. Ona görə də vaxtında əməliyyata getdim, uğurlu alındı. Bütün qadınlarımıza, bütün xanımlarımıza tövsiyəm budur ki, vaxtında müayinə olunsunlar. Heç olmasa ildə bir dəfə süd vəzisi müayinə olunsa, xəstəlik tez aşkar olunsa, nəticəsi də gözəl olar, ömür də uzanar. Problem də olmaz inşallah. Problem də olmaz. İnşallah.